ucuzlaşma var. Biraz var. Elantra almağa gəlmişdim. Gəldim bazarın gidəcəyində Kütay maşından görəsə təmiz fikrim dəyişdi. Toz, torpaq, külək bu vəziyyətə baxmayaraq görün bu saatda belə bazara nə qədər avtomobil daxil olub. Dəhşət, nə qədər avtomobil var dəyərli izləyicilər. Volkswagen-in şarj etmə yeri görün hardadır? Düz qabağında. Yəni 14-15 minə fərqli maşın yoxdur bazarda. Tökülüb dağılan ispi saat, heç onu da çəkmək istəmirəm. Hyundai i30-udur. 2010-cu ildir. Bu bazar sanki Hyundai i30'ların bəxti açılıb. Əməlli başlı küləkdir. Ciddi bir külək var bu havada. Bazarda vəziyyət nətərdir bilmirəm. Gedək baxaq külək nə baş verir. Yəni çox güman ki bu külək çoxların işini artıq bozub. Bu küləkdə bazara getmək istəməyən təbii ki düz eləyib getmir. Küləkdə maşın satmaq olar ha. Ən yaxşısı otur evdə, maşın sat.az saytını aç. Avtomobilinin ağacı az qalır külək yıxayı. Avtomobilin bütün şəkillərini yerləşdir, elanlarını yerləşdir. Otur müştəri gözlə, əmin ol ki satacaqsan. Həqiqətən də adam az qalır külək yıxa. Gedək görək nə baş verir. Oturaq maşınımıza, gedək bazara. Hə, gəldik bazara. Bu dəfə gec gəlmişik, saat 10-dur. Toz, torpaq, külək bu vəziyyətə baxmayaraq görün bu saatda belə bazara nə qədər avtomobil daxil olmağa çalışır. Yəni nə qədər sürücü öz avtomobilini gətirib ki, bazarda satmağa. Bu isə o deməkdir ki, bu toz torpaqda, bu küləkdə belə bu bazar əməlli başlı bolluq var. Gedək görək vəziyyəti necədir, sizə detallı məlumatları çatdıracağıq. Əməlli başlı hayküydür. Qapının qarşısında görün nə qədər insanlar dayanıb. Və həqiqətən də bazara baxıram, dəhşətdir. Bu bazar sadəcə dəhşətdir. Dəhşət. Nə qədər avtomobil var, dəyərli izləyicilər. Göstərəcəm, yuxarı çıxıram. Buradan göstərə bilməyəcəm sizə vəziyyəti. Çıxıram yuxarı. Görün bu bazar, bu küləkdə, bu toz torpaqda, bu tozanaqda nə qədər avtomobil gətirilib bazara. Ümidvaram ki, yaxşı bazar olacaq. Bu küləyə baxmayaraq möhtəşəm bir bazar təqdim edəcəm sizə. Bir də təbii ki, ənənəvi olaraq bir çox avtomobillərlə sizi tanış edəcəm. Getdik. Boş yer demək olar ki, yoxdur. Bazarın bütün istiqamətləri avtomobillə doludur. Yəni bolluqdur. Maraqlıdır ki, bu bolluğun qarşısında alış-veriş necə olacaq? Biraz öncə bir qardaşla danışdım, rayondan gəlibdi maşın almağa. Deyir ki, mən artıq bir neçə dövrə vurmuşam bazarda. Nə qədər alıcı var. Hətta 4-5 nəfər də mənlə bir yerdə özünə maşın almaq üçün rayondan gələn adamları mən elə saya bilərəm deyir. Ona görə də bazarda bu bazar deyir, alıcılıq deyir, yaxşıdır deyir. Xeyli adam gəlib ki, maşın almağa. Doğrudan da onlar maşın alıb gedəcəklərmi, yoxsa bazarın sürprizləri ilə qarşılaşıb ümumiyyətlə o fikirlərindən daşınacaqlar? Həqiqətən də çox maraqlıdır və fikrindən daşınan varmı, yoxmu? Bütün bunları videonun irəliyən dəqiqələrində gedişatda sizə detallı şəkildə təqdim edəcəm. Biz düşürük bazara və bazardakı mövcud vəziyyətlə sizi tanış eləməyə. Ki verirsiniz, nə qədər avtomobil var bazarda, görün. Baxın, çoxdur, həqiqətən çoxdur. Bu bazar avtomobil dəhşət çox çıxarılıb bazara. Elə bir əldən də saat artıq 11-in yarısıdır, daşıyırlar bazara maşınları. Şərhlərdə bir qardaş yazıb ki, nə qədər baha maşın çəkirsən, 20 mindən yuxarı, nə bilim 30 mindən yuxarı və s. Yəni çox baha maşınlar çəkirsən, 14-15 minə qədər olan maşınları da çək göstər. O qardaşın dediyi 14-15 minə qədər olan maşınları çəkəcəm. Baxın görün, belə maşınlara 14-15 min verməyə dəyərmi? Yoxsa əvəzində nisbətən normal vəziyyətdə olanları bir heç olmasa 18-ə 20-yə almaq daha yaxşıdır. Hansı sərfəlidir? Həqiqətən də bazarda bir alıcı ordusu var. Artıq mən elə ilk addımımı bazarın mərkəzinə atanda bunu görürəm. Xeyli sayda alıcı var, gəzənlər də var. Avtomobillərlə maraqlananlar da var. Burada bir sanata var, onunla maraqlanırlar. Burada daha biri var, onunla da maraqlanırlar. Burada bir Sorento var, ondan da maraqlanırlar. Yəni bazarda alıcı ordusu var deyərdim. Bir yaxşı qardaşla tanış oldum. Qardaş gəlibdi avtomobil almağa. Amma avtomobil bazarına girəndə artıq fikirləri alt-üst olub deyərdim. Niyə alt-üst olub özündən soruşmaq istəyirəm. Həqiqətən, nə almağa gəlmişdin, nə ilə qarşılaşdın və niyə fikirlərin alt-üst oldu? Elantra almağa gəlmişdim. Bu köhnə maşınlardan. Gəldim bazarın gidəcəyində Kütay maşından görəsə təmiz fikrim dəyişdi. Fikirləşirəm ki, elə o pulu buna verməkdənsə gəlib bir dənə Kütay alaram, komfort, təzə.
fikirləşirsən ki, 5 il rahat sürəcəksən. Hə, yəni bu fikirlə çox ki, yəqin mən maşın almayacağam. Bir də ki, bayaq bir maraqlı fikir dedin ki, bazarda daha çox sənin istədiyin maşınlar, belə deyək də 2015-ə qədər deyək də Amerikadan gələnlər deyirsən ki, qəza ilə gəlib. Təbii ki, buraya qəzalı vardı, hə, qəzalıdır. Vardı üstündə pink şeyin yığırsan, Pink kodun yığırsan, hə, baxırsan ki, qəzalıdır. Amma baxırsan ki, həmin qiymətə təzə kitay maşınını alır. Sıfır. Sıfır. Komfortdakı əla, super. Yəni 20 mini, 22 mini 150-200 min zədəli maşına verməkdənsə. Elə verib maşını alıb sürmək ondan 1000 dəfə, yəni mənim fikrimcə bu yaxşıdır. Hardan gəlmisiniz? Böyle Bakıdan. Bakıdan. Bəli, dəyərli izləyicilər, fikirlər həqiqətən də müxtəlifdir. Qardaşın da fikri bazara girən kimi avtomatik dəyişib, 180 dərəcə dəyişib deyərdim. İnşallah xeyirli və yaxşı ürək istəyən bir maşın qismət olar. Bəli, dəyərli izləyicilər, hibrid mühərrikli Insight 2018-ci il Amerikanka 1.5 mühərrikli avtomobil 2018-ci il deyilən qeyd edirəm. 200 nə qədər gedib? 260 min yürüşdədir bu avtomobil və hazırda start qiyməti 20.800-dür bu Insight-ın. İndi mən göstərəcəm sizə. Bir neçə yerlərinə qardaş əl gəzdirib avtomobilin müəyyən aksesuarlarla bəzəməyə çalışıb, biraz sport görünüş verməyə çalışıb avtomobilə. Həmin spoiler qoyub, arxa qanadların, yəni bamperin qanadlara birləşən hissələrində bax belə küləkliklər qoyub və s. Nə bilim, benzin çəninin qapağını maraqlı rəngdə vinilləyibdir. Və biz buradan daxil olacağıq bu Insight-ın interyerini sizə təqdim eləməyə. Görürsünüz, keçirik içəri. Oturacaqlar təbii ki, elektron idarə olunmadır, çünki avtomobil full komplektasiyadır. Böyük monitor görürük. Kondisioneri buz kimidir. 267 min faktiki olaraq görürəm ki, bu avtomobilin 267 min real yürüşü burada qarşıma çıxır. Buz kimi də kondisioner vurur və lip stoplarına qədər bu avtomobildə mən görürəm ki, hər şey var. Oturacaqları və ümumi vəziyyəti superdirmi? Deyərdim, yox. Çünki müəyyən hissələrdə əl gəzdiriləsi yerlər çoxdur. Baxın, oturacaqlarda didilən, sökülən yerlər var və paralel olaraq da ümumi avtomobilin öz vəziyyətində də kosmetikaya ehtiyac var. Bəli, lüku var, hər şey var avtomobilin. Üstünlüyünü mən sizə deyirəm ki, full komplektasiya olmasıdır. İndi arxa qapını açmağa çalışıram, aça bilmədim. İndi qardaş inşallah açacaq, açdı və biz buradan arxa oturacaqlarda sizə təqdim edirik. Görürsünüz, oturacaqların vəziyyəti, ümumi içərisi. İçəridə xeyli siqaret çəkilib, yəni ki, bildiyiniz külqabı qoxusu gəlir içərdən. Bu da bu Insight-ın yəni şiti və idarəetmə panelinə doğru görüntü. Burada isə bu avtomobilin lüku var, bunu da sizə təqdim elədim. Belə 20.800 bu 2018-ci ilin 1.5 hibrid mühərriklə tərkiz olunan Amerikanka Honda Insight-i. Dəyərli izləyicilər, maraqlıdır. Bu qiyməti bu avtomobilə verməyə dəyərmi? Təbii ki, şərhlərdə siz özünüz yazacaqsınız. Bir də avtomobilin sahibinin nömrəsini də təqdim edəcəm. Qardaş, nömrəni deyin. 055. Bu da Amerikankadır. 2014-cü ilin Amerikanka Camry-sindən gedir söhbət, Toyota Camry. Avtomobilin vizual görünüşünü sizə təqdim edirəm. Nisbətən deyərəm ki, bu avtomobil bir xeyli sürülüb və ümumi görünüşündən biz bunu görə bilirik. Avtomobilin banında bir ciddi zədə varmı sualına gəlincə, həm kamera ilə görürsünüz, həm də kameranın görmədiyi hissələr də mən təqdim edirəm ki, belə ciddi bir kosmetika ehtiyac yoxdur. Düzdür, rənglənən yerləri çoxdur. Mən görürəm ki, bir çox detallarında rəng var və hətta sağ krilo, yəni sağ arxa qanadı da yaxşı işləməyiblər deyə onu da mən yaxından gördüm. Ümumi avtomobilin ilini sizə dedim, 2014-cü il. Nə qədər gedib qardaş? 216 min yürüşdədir, bəli, kifayət qədər yürüşü var. 216 min yürüşdədir və avtomobil neçə mühərrik dediniz? 2.5 benzindir. Qiymətin də 19 min manat, yoxsa 19.500? 19 min manatda start qiymətidir. Avtomobil premium komplektasiyadır, görürsünüz. İnteryerini sizə təqdim edirəm, oturacaqların elektron idarə olunması və s. Biz buradan keçirik, böyük monitor görürük. Bu avtomobildə lük yoxdur. Lük olsa və burada bir çox funksiyalarda olmuş olsaydı, deyərdim ki, full komplektasiyadır. Avtomobilin yürüşünü sizə dedik və ümumi interyerini sizlə tanış edirəm. Dəyərli izləyicilər, sürülmüş avtomobildir, amma o qədər də pis deyil salonu, yaxşı, normal vəziyyətdədir.
Biraz da çölünə başına əl gəzdirsəz olacaq dəf kimi avtomobil. İndi 19.000 manata satacaqmı, yoxsa təbii ki, alan olsa mən elə ehtimal edirəm ki, qiymətdə də razılaşmaq olar deyə fikirləşirəm. Bu da bunun disk təkəridir, ümumi vəziyyətini göstərirəm sizə. Belə. Deyir, Amerikadan gələndə sağ qabaq qanaddan zədəsi olub, yəni sağ ön krılodan gedir söhbət. Yəni sağ ön krılodan gedir söhbət, zədəsi olub, yəni krılo dəyişib deyilir. Belə dəyərli izləyicilər, VIN koduna da girib baxmaq lazımdır ki, görək nədir, nə deyil. Yer gəlmişkən alıcılar var, maraqlanır. Dəyərli izləyicilər, 2 motor, dizel, Kia Sportage var qarşımızda. Avtomobil 2011-dir və ümumi vəziyyəti, banın vəziyyəti deyərdim ki, işlənləsi çox şey var. Yəni avtomobildə kosmetikaya ciddi ehtiyac var. Farlar görürsünüz, yorulub, bozarıb və kapotda da görürsünüz, belə zədələr var. Ümumi avtomobilin vizual görünüşündə problemlər çoxdur. Amma maraqlıdır ki, bu görünüşdə avtomobilin ümumiyyətlə qiyməti və yürüyüşü nə qədərdir. Və bu qiymətlə də, yürüyüşlə də sizi tanış edəcəm. Ümumi vizual olaraq görüntüsünü sizə təqdim edirəm. Görürsünüz, 2011-dir və belə bir vəziyyətdə avtomobildir. Qardaşım maşını pisləmirəm. Amma ümumi vəziyyəti olduğu kimi çatdırmaq istəyirəm sizə. Bu avtomobilin çox maraqlıdır ki, qiyməti nədir? Deməli, dəyərli izləyicilər, yürüyüşü 194 mindədir, 20.500-ə deyir və deyir, alan olsa razılaşaram. 2011, belə bir maşın 20.500 manat. Maraqlıdır. Belə bir Kia Rio var, Karika, 2016-cı ildir. Avtomobil, təbii ki, Koreyadan gəldiyinə görə 1.4 mühərriklə təchiz olunub benzindir və cəmi cümlətəni 100.000 yürüyüşdədir. Avtomobil sadə komplektasiyadır. Tam sadə komplektasiyadır deyərdim. Hətta disk təkər diqqət yetirəndə görmək olur ki, disk deyil, qalpaqlardır. Avtomobilin vizual görünüşü çox səliqəlidir. Dediyinə görə 100.000 yürüyüşü var avtomobilin və ümumi görünüşündə də bunu görmək olur ki, avtomobil səliqəlidir. İnteryerini sizə təqdim edəcəm. Baxın, krem rəngində interyeri var. Həqiqətən də bu yürüyüşdə olduğunu göstərir interyeri. Sükan və sair didilməyib, sökülməyib və müəyyən hissələrdə hətta bozarmayıb deyərdim. Çünki görürsünüz, sürətlər qutusunun bu hissəsində də bozaran, yeyilən yerlər yoxdur. Elə görmək olur ki, avtomobil həqiqətən də bu yürüyüşü orijinaldır. Maraqlıdır ki, neçəyə deyir qardaş bu avtomobilə? Hara getdi? Qardaş, neçə deyirsiniz? 17.300. Hə, deyir ki, 17.300 manata deyirəm. Bax, bu 2016-cı ilin 100.000 getmiş Karika və sadə komplektasiya olan Kia Rio'su. 17.300. Dəyərli izləyicilər. Bir xeyli axtarandan sonra 15.000-ə qədər olan bir avtomobil tapdım. 2010-cu ilin Hyundai i30-udur. 2010-cu ildir. 15.300 manata deyir bu i30-u. Yəni hatchback nəslindən deyil, universalıdır bu i30-un. Buradan daxil oluruq bu i30-un interyerinə. Sadə komplektasiyada avtomobilin vizual görünüşündən içəri keçəndə bununla görmək olur. Oturacaqlar tam parçadır. Salonda dərilikdən bir əlamət yoxdur və burada da təbii ki, sadə səs sistemidir. Ümumiyyətlə, kondisionerin klimat kontrol olduğunu görürük sadəcə olaraq. Yürüyüşü də 306.000 getmiş avtomobildir. 306.000 yürüyüşdədir və 15.300-ədir dəyərli izləyicilər. Bu da bunun arxa oturacaqları. Görürsünüz, bu da bunun arxa oturacaqları. Bu da bunun yük yeridir dəyərli izləyicilər. Belə Hyundai i30 var. Həqiqətən də bazarda real alıcılar var. Və özünüz də görürsünüz, bu bazar müştəri ilə qaynayır deyərdim. Amma hələ bir real pul sayan görməmişəm. Avtomobillərlə amma ciddi maraqlanırlar. Bir neçə avtomobillə ciddi maraqlanan müştərilər gördüm. Baxın, elə burada da avtomobilə baxırlar. Yəni, bu bazar həqiqətən də ölü bazar deyil. Yəni, ən azından müştəri var, müştəri qaynayır, özdə çox müştəri var. Burada da maraqlanırlar, i30'dur. Bu avtomobillə də ciddi maraqlanırlar. Həqiqətən də avtomobillərə ciddi baxan müştərilər var və bazara xeyli sayda müştəri çıxıb və inşallah istədikləri avtomobilləri alıb bazardan elə çıxıb gedərlər, yəni əli boş getməzlər. 2017-ci ilin Amerikanka aksentləri var, biri sedandır, digəri isə hatchback görüntüdədir, Baxın, bax bu avtomobil. Bəli, 16.800-ə, bax bu
göy rəngdə olanı deyirlər 16800-ə. 17500-ə də bax bu ağ rəngdə olan sedanını deyirlər. İkincisinin də ili 2017-ci ildir, dəyərli izləyicilər. Bu aksentin interyerini göstərəcəm sizə. Baxın, sadə komplektasiyadır, avtomobil tam sadə komplektasiyadır, parça oturacaqlar və s. Lük plan da yoxdur, özünüz görürsünüz. Nə qədər gedib yürüşləri? 104 min ağ rəngdə olan avtomobilindir. Yürüşü 110 mində bax bu göy rəngdə olan aksentin, yəni hatchbackin yürüşüdür. İkisi də tam sadə komplektasiyadır, dəyərli izləyicilər. Avtomat sürətlər qutusudur, parça salondur, bax belə. Qiymətləri və ümumi vəziyyəti mənə çox maraqlı gəldi. Yəqin ki, sizin üçün də maraqlı olar deyə avtomobilləri təqdim elədim sizə. Burada da bir dənə Forte var, onunla da maraqlanırlar, baxırlar. Bazarda yer gəlmişkən müştəri var, həqiqətən də var. Hər 5 maşından 3 ilə maraqlanırlar deyərdim. Belə dəyərli izləyicilər, baxırlar. Çox maraqlıdır ki, neçə deyirlər bu Forteni, yəni K3-ü. Avtomobil 240 min yürüşdədir, 2013-cü ildir, 1.6 servisdir. 15.500 manata deyir qardaş bu K3-ü, bu Forteni. 240 min gedib, dəyərli izləyicilər, 15.800 manat. Maraqlıdır. Avtomobilin vizual görünüşü yaxşıdır. Səliqəlidir. Kosmetikaya mən ehtiyac görmürəm. Düzdür, rəng dəyən yerləri var, amma yəni bir ciddi qəzası, vuruğu deyilənə görə olmayıbdır. Bu qardaş da bu maşından maraqlanır. Bu da bunun mühərrikxanası. Bazarda yoxdur. Dəyərli izləyicilər, qarşımda çox maraqlı bir Passat var. Yəni ki, universal görünüşdə, furqon deyək, universal deyək, nə deyirsinizsə deyək. İlk dəfədir ki, bu görünüşdə belə bir Passat görürəm. Qardaş, avtomobilin modeli? Volkswagen Passat GTE Gran Turismo elektrik. Gran Turismo elektrik. 1.4 turbo motor. 1.4 turbo motor. Həm də plug-in hibrid deyirsiniz də. Avtomobil neçənci ildir? 2018-ci il. 2018-ci ildir. Amerikadan gəlib yoxsa hardan gəlib? Almandır. Yəni təmiz Avropa, yəni Alman avtomobilidir. Avtomobilin qiymətini dediniz neçədir? 20 bindən başlayıram. Start qiyməti 20 mindir. İndi mən bu avtomobili, bu 20 minlik Passatı sizin üçün detallı şəkildə çəkib təqdim edirəm. Diqqətlə vlogu izləyin. Bu plug-in hibrid Almaniyadan gəlmiş Volkswagen-i, dəyərli izləyicilər. Bir dənə bunun uzunluğuna baxın, bir dənə bunun uzunluğuna baxın. Görürsünüz? Bir dənə bunun uzunluğuna baxın. Volkswagen-in şarj etmə yeri görün hardadır? Düz qabağında. Yəni bamperin üstündə, dəyərli izləyicilər. Örtəndə heç nə bilinmir. Almanların fikirləşdiyi texnologiya, həqiqətən. Oranı örtəndə ümumiyyətlə, yəni heç nə bilinmir. Amma plug-in hibrid olduğuna görə şarj etmə yeri düz ön tərəfdədir. Volkswagen yazısının böyründə. Çox maraqlıdır. Çox maraqlı görünüşdədir. Və həqiqətən də bildiyiniz gəmidir də. Bunun uzunluğuna baxın. Bunun uzunluğuna baxın. Gedirəm, bitmir. Bitmir. Çox maraqlıdır. İndi keçəcəm bunun interyerini sizə təqdim eləməyə. Bu da bunun interyeridir, dəyərli izləyicilər. Salona fikir verirsiniz. Yəni full komplektasiya, dəyərli izləyicilər. Tam da full deməzdim. Orta, yəni premium komplektasiya. Baxın, oturacaqların idarə olunmasıdır. Alikantarla dərinin sintezi var oturacaqlarda. Mən bunu görürəm buradan. Fikir verirsiniz, çox səliqəlidir, həqiqətən də səliqəli oturacaqları var. Və biz buradan fırlanırıq. Avtomobilin öz zavod monitorunu sizə təqdim edirəm. Android monitor. 281 min real yürüşdədir bu Passat. Baxın, 281 min real yürüşdədir, dəyərli izləyicilər. Lip stoplarına qədər bu avtomobildə var deyəcəm, amma deyəsən lip stoplar yoxdur. Yox, lip stopları yoxdur avtomobilin. Yəni dediyim kimi premium komplektasiyadır. Bu da bunun digər funksiyalarını sizə təqdim edirəm. Sürətlər qutusu təbii ki avtomatdır. Start-stop da elə sürətlər qutusu rızçakının böyründədir. Buradan qalxırıq. Climate Control kondisioneri, 2 zonalı kondisioneri sizə təqdim edirik. Bu da bunun zavod saatıdır. Tam şitin mərkəzindədir. Oturacaqları çox səliqəli vəziyyətdədir. Bu yürüşə görə bu oturacaqlar bildiyin təp-təzə qalıb da, başa düşürsünüz. Bu da bunun damıdır. İndi isə bu avtomobilin arxa oturacaqlarını da sizə təqdim edəcəm. Bu da bunun arxa oturacaqlarıdır, dəyərli izləyicilər. Burada da təbii ki kondisionerin
hava yolları var. Yəni arxada oturanda kondisioner korluğu çəkməyəcək. Çox maraqlıdır. Çox əla bir görünüşdədir bu Passat. Maraqlıdır. Qiymətini dedik neçə deyirik? Bu da bunun disk təkəri. Qiyməti dedik neçədir? Start qiyməti. 20 min manat start qiyməti dəyərli izləyicilər. İlinə görə, qiymətinə görə deyərdim möhtəşəmdir. Mobil nömrə deyin zəhmət olmasa. Gəlmişəm ili nisbətən köhnə olan avtomobillərin satıldığı bir hissəyə. Ki dedim bəlkə burada 14-15 minlik maşınlar daha çox qarşıma çıxar, amma tək-tük 14-15 minə maşın satılır. Alıcı ordusu da ki, əməlli başlı var bu bazarda. Həqiqətən də bu bazarda alıcı ordusu var. Həqiqətən də alıcı ordusu var bazarda. Bir çox maşınlarla real maraqlanan müştərilər görürəm. Elə bunu təqdim edirəm görüntülər sizə. Burada bir Forte var, onunla da maraqlanırlar. Görürsünüz, biraz qabağa gedəndə görürsünüz nə qədər müştəri var bazarda deyə bilərik. Bu bazar sanki Hyundai i30'ların bəxti açılıb. Demək olar ki, hara baxırsan i30 ilə ciddi şəkildə maraqlanırlar. Sanki bu bazara gələn müştərilərin bir 90%-i qarşısına məqsəd qoyub ki, mən gedirəm Hyundai i30 almağa. Baxın, burada da bir universalı var və bunun da başına nə qədər müştəri toplaşıb və indiki mərhələ alqı-satqı mərhələsidir. Və burada da biz o mərhələni görürük. Dayanıblar, müəyyən müzakirələr aparırlar. Yəqin ki, son qərar verib bu i30'u götürəcəklər. Həqiqətən də belə bazar ləzzət eləyir. Baxın, qarşımızda bir dənə də Hyundai Santa Fe var, dizel mühərrikli. Bu avtomobillə də ciddi maraqlanırlar, baxırlar. Burada bir dənə Elantra var, onunla da maraqlanırlar. Toplaşıblar bu Elantranın da başına. İndi soruşacaq görək, bu Elantranı qardaşlar neçə deyir? Çox maraqlıdır. Qiyməti nədir, nə deyil? Bu 2019-cu ilin avtomobilidir. 23.800-ə deyir avtomobili. Texpasport 2019'da deyir qardaş. Yəni model olaraq da 2020 modeldir təbii ki. 20.800-ə maraqlanırlar izləyicilər. Bu avtomobillərdən ona görə çəkib göstərirəm sizə. Avtomobilin yürüyüşü də çox qəşəngdir. 34.000 mil yürüyüşdədir. Deyir Amerikadan gələndə bir dənə ön qanat, yəni sağ, ön sağ krilo dəyişibdir. Yəni yüngül qəzası olubdur. Qiyməti, yürüyüşü və ili həqiqətən də maraqlıdır. Ona görə də bu avtomobillə ciddi şəkildə maraqlanırlar, dəyərli izləyicilər. İnteryeri ilə də sizi tanış eləyəcəm indi. Avtomobilin interyeri həqiqətən çox səliqəlidir. Yeri gəlmişkən deyim ki, avtomobil premium komplektasiyadır. Görürsünüz, zolaqdan çıxmaya qarşı burada funksiyalar var, kör zona və s. Avtomobil sadəcə olaraq dəri oturacaqlar deyil. Yəni bu da onu göstərir ki, avtomobil premium komplektasiyadır, böyük monitoru var. Avtomobilin real, yəni ki, faktiki olaraq yürüyüşü 34.000 mildir. Amerikadan gəldiyinə görə mildə qalıbdır. Yürüyüşü var, yaxşı yürüyüşü var daha doğrusu. Ümumiyyətlə damında lükü də var görürəm. Örtülük qapısını və görsüz qapıda açarsız daxil olması da var. Yalnız bu avtomobilin full komplektasiyadan aşağı olması onun oturacaqlarının dəri yox, parça olması ilə özünü göstərir. Qalan hər şey demək olar ki, full komplektasiyanı xatırladır. Disk təkər də yerindədir, avtomobil səliqəli vəziyyətdədir, dəyərli izləyicilər. 2008-ci ilin belə bir Tucson'u var. 2008-ci ilin Tucson'u. Bu avtomobili 16.000 manata satdılar. Faktiki olaraq şəhərdə pul sayırlar. Allah xeyir eləsin. Maraqlı bazardır, müştərili bazardır və alqı-satqı var. Mən bunun artıq şahidiyəm. 1.6 dizel mühərriklə təchiz olunan qarşımızda bir Corolla var. Toyota Corolla. Hatchback 2006-cı ildir. Avtomobil 14.500 manat start qiymətidir. Amerikada bu yoxsa Koreyadan gəlib, hardan gəlib? Dayı bilmir. 2006-cı il dediniz, hə? 2006-cı il. Hə, 2006-cı ildir. Dayı hələ sözü də bilmir ki, bu maşın hardan gəlib. Sürətlər qutusu mexanikadır, görürsünüz. Avtomobilin interyerini sizə göstərməyə çalışıram. Xüsusi bir şərh ehtiyac yoxdur. Bildiyiniz mıxca, yəni sürətlər qutusu. Mexanika. Sadə komplektasiyada avtomobil. 2006-cı ildir. 1.6 dizeldi avtomobil və bu hatchback Corolla'nın qiyməti 14.500 manatdır, dəyərli izləyicilər. Bəli, dəyərli izləyicilər, belə havada, nə bilim, küləklə paralel adamı yandıran günəşdə bazara gəlmək istəmirsinizsə avtomobilinizi maşınsat.az saytına yerləşdirin. Orada satın, orada alın. Mən diqqət edirəm ki, əsasən yəni bildiyiniz çapılmış maşınlar, daha ucuz maşınlara diqqət yetirirlər.
maraqlanırlar daha ucuz maşınlarla. Ucuz avtomobillərdir. Kifayət qədər yürüyüşü getmiş avtomobillərin alğı-satqısı bu dəqiqə gedir bazarda. Yəni 2017, 18, 19 olan avtomobillərin alğı-satqısını hələ görmürəm. Əsasən 2006, 2007, 2008, 2010-a qədər avtomobillə maraqlanır bu bazara gələn müştərilərin bir 95%. Yəni satılan maşınlar da bu civarda olan maşınlardır. Yəni 20 mindən yuxarı maşınlar hələ ki satılmır. Görürsünüz burada bir W211 var, nə bilim Elantra var, 2013-14 model. Onunla maraqlanırlar, soruşurlar, baxırlar. Yəni bu civarda olan maşınlara daha çox meyl eləyir bu bazara gələn müştərilər. İki versiz W210-larla maraqlanırlar, C-klasslarla maraqlanırlar, xüsusilə də 90'ların maşınları ilə. Baxırsınız, görürsünüz. Xüsusilə də bu avtomobillərdən daha çox maraqlanırlar. Almaq istəyənlər də bu avtomobillərə, bu qiymətə, bu köhnə avtomobillərə yönəliblər. 14-15 minə alıb aparıb üstünə 3-4 min qoyub o maşını maşın vidinə salmaqdansa 18 minə, 20 minə normal maşın alarsan. Yəni 14-15 minə fərqli maşın yoxdur bazarda. Tökülüb dağılan, ispisat, heç onu da çəkmək istəmirəm. Yəni ki, həqiqətən də 300-400 min yürüyüşü olan maşınlardır ki, yəni bu maşınların almağa dəyməz həqiqətən. Getdiyin gedib, ili 2006, 2005, nə bilim 2007, 300-400 min yürüyüşdə olan maşınlardır ki, əksəriyyətlə Hyundai Kia və yaxud 4 göz, Çeşka. Yəni nə bilim, mən olsam şəxsən vermərəm. Alanlar da var bu qiymətə. Belə, mən faktiki olaraq görürəm ki, yoxdur bazarda. Fərqli maşın yoxdur 14-15 minə. 14-15 min də az pul deyil. Elə gözümü yumum, elə 14-15 min də ucuzla aparım alım prinsipi düzgün yanaşma deyil. Alıb aparıb zülmə düşməkdənsə, lıt ki almaram. Aparıram 14-15 mini təzə maşının ilkin ödənişinə verirəm. Aylığını da salaram 300-400 manata, ya 500 manata ödəyərəm də, yəni az-az. Bilərəm ki, təzə maşını da sürürəm. Nə bilim, yenə məsləhət sizin. Mən şəxsən tapıb düzəməlli bir 14-15 minə düzəməlli bir maşın tapıb çəkə bilmirəm ki, sizə göstərəm ki, Allah haqqı bu maşın yaxşıdır, 14 minə müftədir və superdir, al sür. Belə bir maşın yoxdur bazarda. Bəli, dəyərli izləyicilər, 2.5 mühərrikli bu Camry Amerikadan gəlibdir və 360 dərəcə kamerasına qədər hər şey var. Avtomobilin yürüyüşü 50 mindir və qiyməti də 44 min manatdır bu Camry'nin. İndi vizual görünüşünü təqdim edirəm sizə. 2.5 mühərriklə tərkiz olunub bu Camry və elə fırlana sizə göstərirəm. Görürsünüz, buradan 360 dərəcə kamerasına sizə güzgülərin, hər iki güzgünün altında olan kameraları təqdim edirəm. Buradan yavaş-yavaş yaxınlaşaraq avtomobilin ön hissəsindəki Toyota yazısının düz altında mərkəzdəki bir böyük kamerası var. Onu da sizə göstərirəm. Yəni 360 dərəcə avtomobilin yuxarısının, ətrafının hər yerini həmin kameralar görüntülüyür. Oturacaqların elektron idarə olunması və s. Böyük monitor, avtomobil oturacaqların isidilməsi və paralel də ventilyasiyası, hər şey var avtomobildə. Lip stoplara qədər bu avtomobildə var. Hətta head-up displeyə qədər bu avtomobildə bütün funksiyalar öz qaydasında, öz yerindədir. 44 min manatdır dəyərli izləyicilər. 50 min mil getmiş bu Camry. 44 min manat. Amerikanka. Belə dəyərli izləyicilər. Görürsünüz. Çox səliqəlidir. Çox səliqəlidir həqiqətən də. Çox səliqəlidir. Burada bir dənə Hyundai Accent var, Amerikanka. Qəzasız, vuruqsuz gəlib Azərbaycana. Yəni rəng deyən yeri yoxdur. Zavod rənginin ətisi odur. Avtomobil satanla avtomobil alan arasında 300 manat fərq var. Avtomobil satan 16.300-ə sonu deyir. Almaq istəyənlər də 16.000-də dayanıbdır. Amma avtomobil həqiqətən də yaxşı avtomobil. 2015-də ilidir. İlinə görə yürüyüşü nə idi? Yürüyüşü 150 min. 150 mində yürüyüşü var. Artıq demək olar ki, aşağı-yuxarı razılaşıblar. Arada qalan o 200-300 manatı da təbii ki, razılaşacaqlar. İndi qardaşlar, almaq istəyənlər son olaraq bax bu Amerikanka Accent'i bir dövrə bazarda sürəcəklər və təbii ki, alacaqlar. Çünki 16.000, 16.300 arada 300 manat fərq var. Onu da yəqin ki, güzəştə gedəcəklər bir-birlərinə. Yəni bu cür alqı-satqılı bazarda Sarentoların yenə sifətinə baxan yoxdur. Yenə Sarento bazarında sönük bir
gün keçir, alqı-satqı yoxdur. İli də təzələr var içərisində, 2016-17-lər də var, daha yeni nəsilləri də var. Amma olmayan yalnız bu Sarentoların faktiki müştərisidir ki, yoxdur qardaşlar. Sarento ilə maraqlanan demək olar ki, yoxdur. Az qala bir il öncə bazarda Sarento üstündə bir-birin başını yaran müştərilər indi Sarento üzünə baxmır. Elnur qardaş yanımızdadır. Hər bazar qardaşla rastlaşırıq. Bazarın vəziyyətini müzakirə edirik. Son bazarları mən müşahidə edirəm və bir də Elnurdan soruşmaq istəyirəm. Elnur, bazar necədir? Nə müşahidə edirsən? Mən görürəm ki, bu bazar sanki bir alış-veriş var. Alış-veriş var, bazar yaxşıdır. Belə deyək də yay bazarıdır. Həmişəki kimi iyuldur, bazarlar zəif olur. Amma zəif olsa da, yay bazarı olsa da nisbətən alış-veriş ötən ilin yayına nisbətən yaxşıdır. Yaxşıdır, var. Yaxşıdır və qiymətlərdə də kəskin bir bahalaşma görmürəm. Yoxdur, bahalaşma yoxdur. Qiymət elə həmin qiymətdir. Həmin qiymətdir. Hətta ucuzlaşma da var. Ucuzlaşma var, biraz var. Müəyyən avtomobillərdə müəyyən da var. Yəni belə deyək də, yəni bu yay ayına baxmış, alıcı səndəyə kimi köhnə illərə baxmış, bu il yaxşıdır. Alıcı var, bəli. Elnur, bir də baxıram ki, bu bazar sırf bazara gələn müştərilərin bir 95% deyək, hətta bəlkə də çoxu daha çox 16-17 minə qədər olan maşınlara meyl edirlər. Düzdür, belədir də, yəni bazara olsa əslində gələn 20 minə kimi elə gəlir, qalan salonada da gedir belə almağa. Yəni bu saat 20 minə kimi yaxşıdır, bazarda maşın işləyir. Yəni 20 mindən yuxarı doğrudan da sözün açığı bir maşınla konkret dayanıb maraqlanan müştəri görmədim. Hə, yox. Dediyimiz o 20 minə qədər olan maşınlar əslində məncə niyə bu maşınlara daha çox belə deyək də maraq göstərirlər? Çünki yəqin ki, almaq istəyən satmağı da fikirləşir ki, satanda çox pul itirməyib. Bəli, çox pul itirmir də 16 minə kimi, 20 minə kimi, 18 minə kimi satanda belə bir 1000 manat, 1500 manat. Maksimum 2000 itirərsən də. İtirərsən, bax belə. Yaxşı maşın alsa da, yaxşı maşın almasa. Belə dəyərli izləyicilər, bazarın aqibətini görürsünüz. Bazarın bir hissəsində alqı-satqı var, digər hissəsində alqı-satqı yoxdur. Belə maraqlı bir bazardır. Bəzi avtomobilləri hava istidir, küləklidir, mümkün qədər çəkib sizə təqdim etməyə çalışdım. İndi isə bazardan çıxıram, bazarı tərk edirəm. Maraqlı vloq idi, maraqlı bazar idi və mümkün qədər sizə son məlumatları çatdırmağa çalışdım və bir də çəkə biləcəyim avtomobilləri çəkib sizlə tanış elədim. Bazardan mən də çıxıram və bu avtomobillər də artıq bazardan çıxır. Çünki saat 12-dir. Gözlədilər, sata bilmədilər, indi isə gedirlər. Tələsənlər gedir, tələsməyənlər dayanıb, hələ də müştəri yol gözləyir. Avtomobili satmaq istəyirsinizsə, yeni saytımız var, maşinsat.az saytı. Daxil olun bu sayta, yeni saytdır, maraqlı saytdır. İstədiyiniz avtomobili tapa biləcəksiniz və istədiyiniz avtomobilin istədiyiniz qədər də elanını bu sayta yerləşdirə bilərsiniz. Biz getdik, gələn vloqlarda görüşənə qədər.